Salam dəyərli abituriyentlər. Bugün sizə sifət mövzusundan uşaqların testlərdə yaza bilmədiyi bir hissəni deyəcəm. Baxın, biz sifətin testini işləyəndə bilirsiniz ki, orada dərəcə göstəriciləri var. Zəng görəndə müqayisə dərəcəsi götürəcəyik və yaxud da in, on, ət görəndə, one of görəndə, evə görəndə müəyyən dərəcələri götürməliyik. Yəni orada dərəcə göstəriciləri olur. Bir də bizim toplumumuzda elə testlər var ki, orada ümumiyyətlə hansı dərəcədə verdiyini bilmirik. Yəni burada hansı sifətin dərəcəsini götürəcəyimizi bilmirik. Adi də ola bilər, müqayisə də ola bilər, üstünlük də ola bilər. Bu tipli testləri necə işləmək lazımdır uşaqlar? Burada həmişə bizə bir ipucu verir. Necə olacaq? Nöqtələrdən sonraya mütləq fikir verin. Nöqtələrdən sonra təkdə olan, sayıla bilən bir isim görəcəksiniz. Biz də bilirik ki, sayıla bilən tək ismin qarşısında mütləq artikl olmalıdır. Yəni ya en artikl olmalıdır, ya da z artikl olmalıdır. İndi baxın, most silent ifadəsini qoymaq olmaz. Çünki biz bilirik ki, üstünlük dərəcəsinin qabağında ancaq z artiklı qoyacaq. A variantı səhv. Sonra D variantında mostun qabağında görürsünüz ki, yenə də z artiklı yoxdur. Üstünlük dərəcəsində z olmalıdır. Bu da səhv. Silent'ın qabağında ümumiyyətlə artikl yoxdur. B variantı da səhv. Və C variantında more silent'ın qarşısında yenə artikl yoxdur. Bu da səhv. Doğru cavabımız olacaq Y variantı. Yəni hər zaman bu tipli testləri işləyəndə heç bir dərəcə göstəricisi görmürsünüzsə, bu zaman özündən sonra gələn tək ismə baxırsınız. Əgər isim təkdədirsə, mütləq qarşısında artikl olan bir variant tapmalısınız.